Bilirsiniz ki, mənim özüm də bir neçə dəfə bizim gözəl müğənnimiz Heydər Dadaşovla bağlı açıqlamalar vermişdim. Xalalarla onun arasında belə elə kiçicik deyim, bir mübahisə deyimsə, söhbət deyimmi, incilik deyimmi, narazılıq deyimmi yaranıbdı. Mənə Avropadan zəng oldu, izləyiblər də və dedi ki, Sarı xanım çox tanınmış bir adamdır. Dedi ki, çox tanınmış Avropada bir adam deyil, Azərbaycanda da. Dedi ki, mənim mesajımı Seydə xanıma çatdır. Dedim, niyə görə sən özün telefon açıb demirsən? Dedi, yox, siz daha yaxşı çatdırırsınız. Dedim, buyur, nə demək istəyirsən Seydə Dadaşova ilə bağlı? Dedi, Seydə Dadaşova mərd xanımdır, çörək verən xanımdır, kişi kimi xanımdır, zəhmətkeş xanımdır. Deyir ki, yəqin ki, xalaları da bunu eşidəcək. Deyir ki, bu Dadaşovların o ailənin, bu soyadın bir qəribə kuralları var da. Yəni, hamı bir nəfəri eşitməlidir. Bir nəfər də ki, təbii ki, Azərbaycan Respublikasının xalq artisti Brilliant Dadaşovadır. Deyir, onlar hamısı Brilliant xanımı eşitməlidir. Məsəl üçün, nə mənada, o nə deyirsə, onun məsləhətinə qulaq asmalıdırlar, dinləməlidirlər. Seydə Dadaşova deyir, şir bürcüdür. Təbii ki, mən bilmirdim, o adam deyir. O şəxs deyir, Avropadan zəng vuran şəxs deyir ki, Seydə Dadaşova şir bürcü olduğuna görə bugünə qədər atası dəstək olub ona. Atasından sonra da öz ayaqda durmağı bacarıb da. Ona görə də şir bürcülər deyil, bilirsiniz də, xarakteri necədir. Seydə xanım şir bürcü olduğuna görə özü tək atasından sonra ayaqda durmağı bacarıb. Yəni o kurallar var da. Məsələn, məni eşitməlisən, mən böyükəm, mənim məsləhətimə qulaq asmalısan. Seydə xanım bunları etmir. Etmir, çünki bürcü şirdir. O dedi, yenə də dedi, o yaxşı xanımdır, gözəl xanımdır. Təbii ki, o da istəməzdi ki, xalalarla Seydə Dadaşova arasında narazılıq yaransın. Təbii ki, mən də Seydə xanımı çox istəyirəm. Seydə xanım, şir bürcü olduğunuzu bilmirdim. O adam dedi. Bəli, məndən bu qədər.